xalqım, axşamınız xeyir. Mən Musayev Nicat, Mürüvvətov, Lənkəran rayonunun Göyşəban kəndi. Mən 6 apreldə Cəbrayıl rayonunda şəhid olmuş Musazadə Əskər Nicatovun atasıyım. Bu günləri sizə müraciətim ondan ibarətdir ki, 6 apreldə mənə evladımın erməni minasına düşərək həlak olduğunu xəbər veriblər. Mən də evladımın arxasına gedib onu gətirmişim. 3 rəngli bayrağa büküb, onu mənlə birgə hərbi yoldaşları, hərbiçilər rayona gətirmişim. Ayın 7-si onu şəhidə xas şəkildə dövlət strukturlarının şəxsləri, icra başçımız, polis rəisi, eləcə də bütün dövlət orqanlarının şəxsləri layiqincə şəhidin mərasimində iştirak edib. Bu, sosial şəbəkələrdə də görüntülü halda var. Ona baxmayaraq, 38 gündür mənim başımı, mənə daha doğrusu səbirli ol deyə, indi bu günləri 38-ci gün mən gedmişəm uşağın başdaşı ilə maraqlanmaya ki, nədir görürəm, üstündə şəhid sözünü yazmır. Və bununla əlaqədar olaraq Lənkəran rayonunun icra başçısına müraciət eləmişəm. Məni qəbul edən Mikail müəllim, icra başçının müavini, mənə deyir ki, bizə gələn tapşırığa görə buna şəhidlik yaza bilməliyəm. Mən də bu işlə əlaqədar onunla maraqlandım, nədən ötürü? Adını qoydular ki, istintaq bitmədiyinə görə şəhid sözü yazılmır. Əgər istintaq bitmirdisə, mənim evladımı 3 rəngli bayrağa büküb, onu şəhid qismində əvvəlcən 38 ayın 7-sində onu təmtəraqla rəsmi şəkildə dəfn edərək, bayrağı şəhid atasına təqdim edərək öpüb alnıma qoymuşam. Mənə 3 rəngli bayrağı təqdim ediblər. Oğlumun şəhadəti. Mən də vətən sağ olsun deyərək bağrıma basmışam. Evlad böyütmüşəm. Bu vətənə qulluqçu. Həmçinin bu vətəni qoruyursa oğlum, bu dövləti. Bu dövlət də mənim oğlumun haqqını verməni tələb edirlər. Mənə gündə bir gün sabıya salıb, 3 gündür mən o yollarda gedib gəlirəm. İcra başçısına bir dənə şəhid sözünü yazdırmaq üçün məni gah o tərəfə göndərək, gah bu tərəfə. Mən də bu şeylə razılaşmıb, sabah xahiş edirəm, aidiyyəti qurumlardan mənə bu haqda bir cavab versinlər. Xahiş edirəm, əgər əks təqdirdə mən yenə deyirəm, mənim evladım Musazadə Əskər, əgər həqiqətən bu ada layiq gördüsə, onu mərhum şəhidimizin yanında dəfn etməyə ehtiyac yox idi. Bunu əvvəlcədən mənə deyib, qardaş, mən onu öz atamın yanında dəfn edərdim. Madəm ki, bunu rəsmi şəkildə dəfn ediblər, xalqın, elin gözünün qabağında, qardaş, indi gəlib bunu, mən də eləcə də tələb edirəm ki, əgər o layiq görsə o şəhidliyə, onu elə rəsmi şəkildə olaraq necə dəfn ediblər, elə də çıxardıb mənim atamın yanında dəfn eləsinlər. Mənim son sözüm budur. Xahiş edirəm, bu baxışa cənab Ali Başkomandanımız da bu çəkilişə baxsın. Mən ümid edirəm ki, Ali Başkomandanın bütün bu işlərdən xəbəri yoxdur. Xahiş edirəm buna baxıb, bu haqda bir ölçü götürsün. Minnətdaram hamınıza. Mənə bu işdə dəstək olmanızı istəyirəm. Çox sağ olun.